İnsanla meymunun birləşdirilməsi ideyası təkcə sensasiya deyil, təkamül biologiyasının sərhədlərini yoxlamaq istəyi ilə ortaya çıxmışdır. İnsan və böyük meymunların ortaq əcdadı təxminən 6-7 milyon il əvvəl yaşamışdır. Genetik baxımdan insanla şimpanze arasında 98% DNT oxşarlığı mövcuddur. Lakin bu rəqəm aldadıcı ola bilər. Çünki fərq yaradan əsas məsələ genlərin sayı deyil, genlərin necə və nə zaman aktivləşdiyidir. İnsanla meymunun xromosom sayı belə fərqlidir. İnsanda 46, şimpanzedə isə 48 xromosom var. Bu fərq hibrid canlı yaranmasının önündə duran ən böyük bioloji maneələrdən biridir. 1920-ci illərdə Sovet alimi İlya Ivanov bu maneələrin aşılacağını düşünən ilk ciddi bioloqlardan biri idi. Ivanov heyvanlar arasında uğurlu hibridlər yaratmış və bu təcrübəni insana tətbiq etmək istəmişdi. Onun məqsədi yarı insan yaratmaq deyil, insan təkamülündəki yerini laboratoriya şəraitində sübut etmək idi. Afrikada apardığı təcrübələrdə dişi şimpanzelər insan sperması ilə mayalandırıldı, lakin heç bir embrion inkişaf etmədi. Bunun səbəbi genetik uyğunsuzluq və erkən embrional ölüm idi. Daha təhlükəli plan isə insan qadınlarının meymun sperması ilə mayalandırılması idi. Bu mərhələ etik baxımdan qəbul edilməz sayıldığı üçün tam tətbiq olunmadı. Layihə bağlandıqdan sonra Ivanov siyasi səbəblərlə sürgün edildi və işləri uzun illər gizli saxlanıldı. 20-ci əsrin ortalarında genetikanın inkişafı göstərdi ki, hibrid canlı yaranmaq təkcə mayalanma ilə mümkün deyil. Embrionun yaşaması üçün genetik mexanizmlərin uyğun işlənməsi vacibdir. Bu səbəbdən müasir elm hibrid anlayışını kənara qoyub ximeralar üzərinə fokuslandı. Ximera bir canlıda iki fərqli növün hüceyrələrinin birlikdə mövcud olmasıdır. 2017-ci ildə insan kök hüceyrələri donuz embriolarına yerləşdirdi və qısa müddət yaşadıldı. Bu təcrübənin məqsədi yeni canlı yaratmaq yox, orqan yetişdirmə texnologiyasını inkişaf etdirmək idi. 2019 və 2021-ci illərdə insan hüceyrələri meymun embriolarına da yerləşdirildi. Bu embriolar maksimum 14 gün saxlanıldı və sonrasında məhv edildi. Bu limit beynin və sinir sisteminin formalaşmasının qarşısını almaq üçündür. Çünki insan beyin hüceyrələrinin heyvan beynində inkişaf etməsi şuur və kimlik problemi yarada bilər. Bugün beynəlxalq bioetika qaydaları belə təcrübələri sərt şəkildə məhdudlaşdırır. Amerika, Avropa Birliyi və Yaponiya insan-meymun hibridinə qadağa tətbiq etdi. Sosial mediada yayılan yarı insan, yarı meymun yaradıldı iddiaları elmi olaraq tamamilə əsassızdır. Bu iddialar və saxta görüntüləri ya da genetik xəstəliklərə əsaslanır. Elm dünyasında belə bir canlıya dair heç bir təsdiqlənmiş sübut yoxdur. Əsas qorxu elmin deyil, nəzarətsiz elmin nə edəcəyidir. Buna görə bioetika komitələri hər təcrübəni mərhələ-mərhələ qiymətləndirir. Bugünkü biologiya insan-heyvan sərhəddinin qorunmasını prioritet sayır. Buna baxmayaraq texnologiyanın sürətli və etik müzakirələri daim geridə qoyur. Bu mövzu insanın harada başlayıb harada bitdiyi sualını yenidən gündəmə gətirir. Nəticə olaraq insanla meymunu birləşdirmə tarixdə cəhd edilmiş, amma elmi, etik və bioloji səbəblərlə mümkün olmamışdır.